Mənim sözüm buradan hörmətli vitse-prezidentimiz Mehriban Əliyevədir. Mən bir şəhid anası olaraq sizdən artıq dərəcədə xahiş edirəm. Mən şəhid Həsənov Sərxanın anasıyam. Tovuz rayonu Nəlbəyli kəndindən. Oğlum 3 medal təqdim olunub vətən uğrunda, Füzuli uğrunda, Füzulinin alınmasına görə, bir də igidliyə görə. Mənim sözüm buradan sizədir, hörmətli bizim vitse-prezidentimiz Mehriban xanım. Siz də bir anasız, yəqin ki, mən siz başa düşərsiniz. Mən sizdən artıq dərəcədə xahişim odur ki, məni eşidəsiz, bizim jurnalistlərədir mənim sözüm. Mənim sözüm bütün məni eşidən Azərbaycan xalqınadır. Məni hər kəs buradan eşidirsə, mənim bu səsimi paylaşsınlar. Mənim bu səsim bizim hörmətli Ali Baş Komandanımıza çatsın, hörmətli vitse-prezidentimiz Mehriban xanıma çatsın. Çatsın ki, mən bir oğul həyatımda, aləmdə ölümün, dirimin yiyəsi 22 yaşında bir oğlum var idi. Onda vətən uğrunda gözünü qırpmadan getdi. Mənim oğlumun döyüş yolunu çıxarda bilərsiniz. Mənim oğlum elə-belə döyüşçü olmuyor. Birinci dərəcəli snayperist olub. Müharibə vaxtıda qumbaratan gedibdi. Belə qanla aparıblar Füzuliyə. Mənim oğlum döyüş yolunu çıxarda bilərlər ki, mənim oğlum nətər döyüşçü olub. Çünki mənim oğlum həyatında heç nədən qorxmazdı. O, bir qorxduğu oydu ki, deyirdi, ana, mən səni itirsəm qorxaram. Ancaq o məni yox, vətənini seçdi, torpağını seçdi. Çünki həmişə deyirdi ki, anam, mən əmmin qisasını alacağım. Mən o qaçqınları, ondan sonra o vaxtı bizim qaçqın olan körpələri görürdü. Bizim düşman onların başına oynaşdığını görürdü. Həmişə o elə şeylərə baxırdı, mənə görsə deyirdi. Deyirdi, bu qisası ana mən onlarda qoymuşam. Yəni, Azərbaycanın başı həmişə dik olmalıdır. Azərbaycan xalqının başı həmişə dik olmalıdır. Ancaq mövqeyi mənim oğlumun oydu. İndi mənim sizdən artıq dərəcədə xahişim odur, hörmətli Ali Baş Komandanımız. O qədərmi çətindir. Onun adına bir ev verib, onun ailəsini içinə yığmaq. Ailədə 5 nəfərik. Bizim yaşadığımız yer Tovuz rayonu Nəlbəyli kəndində. Ermənidən həm sərhədiyik. Yəni, yerində də hər şey yoxlanıla bilər. Bizim yaşayışımız, mən ata yurdunda yaşayıram. Ailədə 5 nəfərik. Ona görə demək istəyərəm ki, mənim oğluma hörmətli Ali Baş Komandanım cənab İlham Əliyev şəhid ailələrini verilən evdən təqdim eləsin. Onda birini mənim oğlum şəhid Həsənov Sərxanın adına. Onun yerdə bir balaca qardaşı var, onun adını daşıyır. Mən də istəyərəm ki, onun qardaşı, o ev onun qardaşına təqdim olunsun. Artıq dərəcədə sizdən xahiş edirəm, hörmətli Ali Baş Komandanımız. Mənim səsim hər kəs, kim eşidir, kim qulaq asırsa, mənim bu səsim paylaşılsın. Məni eşidən hörmətli Ali Baş Komandanımız, bu şəhid ailələrinə dəyər verirsinizsə, yanındasınız, daimi deyirsən, yanındayam. Mənim evdən təmin eləyərdiniz. Mən bir neçə dəfə Tovuz rayonunun icra başçısının yanında da olmuşam. Mən həmişə deyir, get, biz deyir, ev verən deyik, get sosial xidmətlərə müraciət eləyin. Biz ev verənik mi deyir sizə? Bəs biz hara müraciət eləyək, kimə müraciət eləyək? Hörmətli Ali Baş Komandanımız, bu mənim neçənci videomdur. Neçənci videomdur, mən bunu çəkirəm. Nücünlü bir insanın qabağına çıxmadı mı, bizim Ali Baş Komandanımıza çatmadı mı mənim müraciət? Bir beləmi çətindir, bir oğlu canını versin, evin tək oğlu. 13 günün bəyi oldu mənim oğlum. O qədərmi çətindir onun adına bir ev vermək.
Hörmətli Ali Başkomandan, artıq dərəcədə sizdən xahiş edirəm, Mehriban xanım, siz də anasınız. Sizin də tək oğlunuz var. Mənim də tək oğlum var idi. İndi də yerdən 3 yaşında bir oğlum şəhidimin adını daşıyır. İstəyirəm ki, o ev verəsiz. Mən bir qızım, bir oğlum, bir də bir nəvəmdir. Onları bir də yoldaşımla mən. Onlar onun içində böyüdüm o körpələrimi. Qızım da 2-ci qrup həllildir. Hörmətli Ali Başkomandanımız. Artıq dərəcədə sizə xahiş edirəm.